Uşaqlar, 6-cı siniflərin monitorinqi üçün belə bir vəsait var, daha doğrusu test toplusu var. Deməli, bundan istifadə edəcəyik. Bunların izahlarını verəcəm sizə. Orxan Bəyov üzrə Təhməzli İzə nəşriyyatının deməli uşaqlar. Başlayaq monitorinq 1-dən. Yazıbdır ki, Məryəm, deməli, Zəhra Məryəmdən 11 yaş böyükdür. Zəhra Məryəm. Tutaq ki, uşaqlar Zəhranın olsun, Məryəmin olsun 10 yaşı, Zəhranın da olsun 21 yaşı onda. Çünki 11 yaş böyükdür. Əgər deyir, Zəhra 2 il sonra doğulsaydı, uşaqlar, belə götürək də, 2 il sonra doğulsaydı, o zaman 2 yaş daha kiçik olacaqdı. Yəni 19 yaş olacaqdı indiki yaşı. Məryəm 5 il əvvəl doğulsaydı, 2 yaşından 5 ildə artıq, yəni 15 yaş olacaqdı. Bu zaman yaşlarının fərqi 4-ə bərabərdir. Doğru cavab olur D variantı. 27-də deyir ki, deməli, sahəsini tapın. Belə mürəkkəb fiqurların sahəsini tapmaq üçün onu çox vaxt düzbucaqlara ayırırıq. Aşağı hissənin sahəsi 10 vuraq 20 edir 200. Yuxarı hissənin sahəsini tapmaq üçün. Bura 20 olmalıdır da. Qarşı tərəfləri daxil düzbucaqlının. 20-dən 4-ü çıxsaq, yəni 8 çıxsaq 12 qalır. 4-ü 12-yə vururuq, o da deyir 48. 200 bura, 48 bura, 248, o da B variantı. Hansı deyir nöqtə cütündən, hansı nöqtələr cütü o x oxuna nəzərən simmetrikdir? Uşaqlar, x-a nəzərən simmetrikdə nə baş verir? Məsələn, A nöqtəsi olsun. A nöqtəsi olsun uşaqlar, tutaq ki 2, 1. X-a nəzərən simmetrik gəlib bura düşəcəkdə, düzdürmü? X olduğu kimi qalır. Buradan yuxarı 1 damadırsa, buradan aşağıda 1 dam olmalıdır, mənfi 1. 2, 1 idi, 2, mənfi 1 olur. Yəni, x qalır, y əksə doğru dəyişir. O x oxuna nəzərən simmetrikdə x qalır, y dəyişir. O y nəzərən simmetrik desəydi, y qalıb x dəyişəcəkdi. Əksinə doğru. Koordinat başlanğıcı nəzərən simmetrik deyəndə isə hər ikisi dəyişir. O x oxuna nəzərən simmetrik olduğu üçün x qalır, y dəyişir. X-i qalıb y dəyişənədə də gəlin baxaq. Mənfi 5, mənfi 5, y-də olduğu kimi qalıb, yox. Deməli, bu getdi. Y dəyişməliydi daha doğrusu. Elə cavab M-dən K-dır. Bunlar ümumiyyətlə ədədləri dəyişib götürülmür. M və K, o da B variantı. Gələk bura. Modul elə bir deməli ifadəni nə edirdi? Götürüb müsbətə çevirirdi. Və yaxud da belə deyə bilərik. Modul nədir? Sıfırdan həmin əddə qədər olan məsafəni bildirir. Modul mənfi üçün modulu 3 eləyir. Y-in modulu 4 eləyir. Mənfi 75-in modulu isə 75 eləyir. Əvvəlcə 4-ü 75-ə vursaq 300, 14-ə vursaq 900 eləyir C variantı. Burada uşaqlar var, qonşu və qarşılıqlı bucaqlar. Bunlar isə verilənlər qarşılıqlı bucaqlardır. Qarşılıqlı bucaqlar bərabər olur. X üstə gəl 15 bərabər 60-a, X bərabər 45-ə. Doğru cavab olacaq A variantı. Deyil 4 il sonra Emilin yaşı 50-nin yaşının 3 misli olacaq. Turalın yaşı isə Emilin yaşının 4 misli olacaq. 4 il sonra. 4 il sonra. Onu mütləq qeyd eləyək. Çünki indiki yaşlarını soruşsa, gərək biz 4 il sonra olduğunu nəzər alaq. Emil, Əli, Tural. İndi görün nə deyir? 4 il sonra Emilin yaşı 50-nin yaşının 3 misli olacaq. 50x deyir, Emil 3x. Turalın yaşı isə Emilin yaşının 4 misli olacaq. Turalın yaşı, Emilin yaşının, yəni 3x-in 4 misli, yəni 12x olacaq. Onların 4 il sonraki yaşlarının cəmi, baxın, bu onların 4 il sonraki yaşlarının cəmidir, düzdürmü? Onların 4 il sonraki yaşlarının cəmi 64-dür, yəni bunlar 64-dür. Toplayırıq uşaqlar 16x 64-ə, x bərabər 4-ə. 50-nin 4, Emilin 12, Turalın isə 48 yaşı var. Düzdürmü? Deyir, Turalın indiki yaşı. Bu 4 il sonraki yaşıdır 48. Turalın deməli hal-hazırda deməli nə yazıbdır? Turalın indiki yaşını tapın. 16, 48 düz yazmışıq da uşaqlar. 4 misli olacaq, 3 misli olacaq. Onların 4 il sonraki yaşlarının cəmi 64-dür. Aha, düzdür. Turalın indiki yaşı neçədir? 4 il sonraki yaşı əgər 48 isə Turalın indiki yaşı 44 olmalıdır. Sadəcə düzgün variantlarda düzgün nəsə verilməyib uşaqlar. Cavab 44 olmalıdır. Sonra keçək növbəti suala.
Bizdən silindrin yan səthinin sahəsini istəyir. Silindrin yan səthi bilirik ki, açılışı belədir. Yan səthində bu hissə ilə hündürlüyüdür, yəni 6. Bu hissə isə aşağıdakı çevrənin açılışı olduğu üçün 2 pi yerdir. 2 vuraq, pi vuraq, r-imiz də 5-dir, eləyir 10 pi. Düzbucaqlının sahəsi eni vuraq uzunluğudur. Vursaq eləyir 60 pi. Doğru cavab A variantı. Sonra gələk bura. 33-də nə deyir uşaqlar? Deyir ki, müsbət 5-in üstə üçbucaq işarəsini gələndə 0 alınıb. Deməli, əksiymiş də -5. İndi baxın, üçbucağı tapdıq ki, -5-dir. Kvadratı tapaq. Deməli, bu ikisini toplayanda eləyir -5, -5. Bu ikisini toplasaq uşaqlar eləyir -1, -1-in də üstə 2 gələndə müsbət 1. -5-in üstənə gələndə müsbət 1 eləyir 6. -5-dən çıxanda 6-nı eləyəcək -11, o da A variantı. Sonra gələk 34-də. Oxşar toplananlar uşaqlar yanında x olanlar və y olanlardır. X-ları 1 toplamaq üçün əvvəlcə bunun hər tərəfini 2-yə vururuq. 28-də 6-dan 28-də 5 çıxanda eləyir 28-də 1x. Burada isə hər tərəfini 2-yə vururuq. 24-də 14. Bundan böyükdən kiçik çıxırıq. 1 müsbət 1 mənfi deyək. Burada da uşaqlar gəlin bunu düzgün olmayan kəsrə çevirək. 1-i 24-də vurub üstə 11 gələndə 24-də 35 y eləyir. 24-də 35-dən çıxsaq əgər 24-də 14-dür, 24-də 21 y qalar. Özdə müsbət. Bunu da sizə ixtisar apara bilərik. 28-də 1x, ixtisar aparsaq 8-də 7 qalır. 8-də 7 y. Doğru cavab olacaq uşaqlar. C variantı. Sonra 35-də nə deyir? Bir ədədin 20 ilə əbobu 5-ə, 28 ilə əbobu isə 7-yə bərabərdir. Hə. Əbob ümumiyyətlə, bax, fikir verin. Misal üçün, əbob 10-dan tutaq ki, 20 olsun da, misal üçün. 10 edir. Niyə görə? Bax, əbob sözün anlamı nədir? Ən böyük ortaq bölən. Yəni, bunların bölənləri, məsələn, 10-un 1-ə bölünür, 2-yə bölünür, 5-ə, 10-a, 20 də 1-ə, 2-yə, 4-ə, 5-ə, 10-a, 20-yə bölünür. Ortaqlar 1, 2, 5, 10, 1, 2, 5, 10, hamısı ortaqdır. Ən böyük götürülür. Ən böyük ortaq bölən 10-dur. Yəni, hər iki ədəd ona və onun bölənlərinə bölünür. Əgər 20 ilə, hər hansı bir ədədlə, 20-yə əbob 5, hər hansı bir ədədlə, həmin o ədədlə, həmin ədədlə daha doğrusu, 28-ə əbob 7-dirsə, bu o deməkdir ki, bizim axtardığımız ədəd 5-ə də bölünür, 7-də də bölünür. 5-ə də 7-yə də bölünən ədəd 35-dir, 70-dir və s. Gəlin düşünək. Əgər bu ədəd 70 olsaydı, 70 ilə 20-yə əbob 5 yox 10 olardı, getdi. 105 ilə 28, 35-in özü ödəyirdə elə uşaqlar, ən kiçik. Baxın, 35 ilə 20-yə təkcə ortaq əbob 5-dir, 35 ilə 28-də də 7-dir. Başqa ortaq yoxdur. Yəni, doğru cavab olur B variantı. Hə, ola bilməz deyir. Ola bilməz deyirsə, bircə saniyə. Hə, 70 ilə 35-in bölənləridir, bir dəqiqə uşaqlar. 105 ilə 20-yə də 21 vur 5 bunu yazsaq 4 vur 5 10 bəli 5-dir. 70 ilə 20-yə 10-dur, o ödəmir. Bu da ödəyir deməli. Amma 28 ilə 35-ə də bəli o da ödəyir. 245-ə cavab A variantı olacaqdı. Çünki 70 ilə 28-ə də 14 olardı. Cavab A variantıdır. 245-i də gəlin belə göstərim sizə. 245-i də sadə vuruqlara ayırsaz. Deməli, yazacaqsınız 5 vuraq, 7 vuraq, 7. 20 ilə 2 vur, 5 vur, 5. Yalnız ortaq 5-dir. Bəli. 28 ilə də 2 vur, 2 vur, 7 yazsaz. Yalnız 7-dir. Doğrudur. Deməli, burada da 35-də də 245-də 105-də ödəyir. 70 ödəmir. Çünki niyə görə? Bizdən ola bilməz istəyir. Çünki 20 ilə məsələn 70 olsaydı, ədədimiz həmin axtarılan ədəd 70 olsaydı, 70 ilə 20-yə əbob 10 eləyir. 70 ilə 7-yə 28-ə əbob 14 eləyir. Ona görə yanlışdır. Doğru cavab olacaq A variantı. Bizdən ola bilməyən istəyir. Natiqdir 18 litrlik bir qabla səni 25 dəfə doldurur. 15 litrlik qabla neçə dəfə doldurar? Sənin tutumunu gəlin tapaq da 18 litrlik qabla 25 dəfə doldursa, deməli 450 litr tutur. 15 litrlik 450-ni doldurmaq üçün neçədən lazımdır? 15 litrlikdən. Bunu tapmaq üçün 450-ni 15-ə bölürük, 30-dan lazımdır. Doğru cavab olur D variantı uşaqlar. Hansı fiqurlar konqruentdir?
Bunlar kongruent uşaqlar. Bunlar ola bilməz, biri böyük, biri balacadır, biri böyük, biri balaca, biri böyük, biri balaca düz gəlmir. Ona görə doğru cavab A variantıdır. Yəni tam üstə düşürlər, bərabərlər. 38-ə baxaq. Faizə aid məsələdir. Deməli, çoban yastığı çiçəyi qurudularkən öz çəkisinin 84%-ni itirir. Bax uşaqlar, 100%-dir. Hər bir şey başlanğıcda. 84%-ni itirsə 16% quru göbələk qalır. Aptekə 36 kiloqram quru çiçək vermək üçün məktəblilər nə qədər çoban yastığı yığmalıdır? Yəni 100% nə qədər olmalıdır? Bunu tapmaq üçün uşaqlar nə edirsiniz? 16%, 36 ədəd tapırsınız. Bunun üçün 36-nı 100-ə vurub 16-ya böləcəyik. 4-ə bölürəm 4, 4-ə bölürəm 9, 4-ə bölürəm 1, 4-ə bölürəm 25. Eləyir 225. Doğru cavab olur D variantı. Gələk bura yoldaşlar. Görək burada necə tapırıq. Gəlin bax, birinci bura bax. Bura 28-dirsə, 22-dirsə, 36-dan 22-ni çıxıram, tapıram buranı 14. 28-dən 14 çıxıram 14, 22-dən 14 çıxıram 8. Hər bir şey tapdım. Məndən B-sini istəyir. Doğru cavab olur 14. D variantı. Bu əslində biraz Euler-Venn diaqramına oxşuyur. Bununla bunu toplayıb 36-nı çıxsaz da, yəni nəticəni alardınız. Deməli, uşaqlar, həcm düsturumuz silindirdə S oturacaq, H hündürlükdür. Deyir ki, bizə həcmi 160-dır. Birinci baxın, vahidlər desimetr, bu da desimetr. Deməli, misalı yazmaq olar. Əgər müxtəlif olsaydı, əvvəlcə vahidləri çevirməliyiz. 160 bərabərdir, hündürlüyümüz 10-dur. Onu oturacağın sahəsinə vuranda 160 edir. Deməli, oturacağın sahəsi 16-dır. Oturacağın sahəsini istəyir, o da 16 A variantı. Yazıbdır, -10 və -20 ədədlərin ədəd ortasını tapmaq istəyən Elnur ədədləri toplayıb 2-yə bölmək əvəzinə ədədləri bir-birinə vurub, sonra 2-yə bölüb. Elnurun səhvən əldə etdiyi ədəd tapmalı olduğu doğru cavabdan neçə vahid çoxdur? Ədəd ortaları bilirik ki, cəminin yarısıdır, yəni -15 edir. Vuranda aldığı ədəd isə 200-dür. Deyir ki, 200 -15-dən neçə vahid çoxdur? Böyükdən çıxırıq kiçiyi. Bu mənfi buna təsir edir, toplanır. 215 doğru cavab olacaqdır. Bir-birinə vurub sonra 2-yə bölüb uşaqlar. Onda Elnur alıbdır 100. Deyir ki, bir-birinə vurub 2-yə bölüb 100. Onda 100-dən çıxanda -15-i 115 eləyəcək. Doğru cavab olur A variantı. Kəsirlərdən bir neçəsi bərabərdir. İxtisar aparaq. 14-ə bölürəm 2-də 1. 4-ə bölürəm deməli 7-də 2. 3-ə bölürəm 7-də 2. 5-ə bölürəm 7-də 2. Bizim uşaqlar çox vaxt səhv salıb kəsirin özünü götürmür. 7-də 2, bu və bu. 4 dənədir, o da C variantı uşaqlar. CV-lərin radiusları 3, 4 və 7-dir. 3, 4 və 7. Bizə deyir ABC 3 bucağının perimetrini tapın. Perimetri tapmaq üçün 7, üstə gəl 10, üstə gəl 11. Cəmi eləyəcək uşaqlar 28. Doğru cavab olur B variantı. Ədədi 7-yə böldükdə qismətdə 5, qalıqda 3 alınır. Qalıqlı bölmənin qaydalarından biri bu idi ki, bax. Qalıq bölmənin 2 dənə qaydası var. Qızıl qaydası var. Qalıq böləndən kiçik olmalıdır. Yəni 3 7-dən kiçikdir, doğru. Bölünəni tapmaq üçün böləni natam qismətə vurub üzərinə qalıq əlavə edirik. 38 edir. Orada doğru cavab D variantı. Verilən ədədlər 1-2-3 nisbətində bölünübdür deyəndə x, 2x, 5x götürürük. 320 ədəddir. Bu ədədlərin cəmidir. Cəmi bunların uşaqları edir 8x, 320, x deməli 40-dır. Biri 40-dır, digəri 80-dir, o biri də 200-dür. Ən böyüyünü istəyir, 200 o da B variantı. Kərim bizə nəşriyyatının 176 səhifəlik 6-cı sinif riyaziyyat dəftərim adlı kitabını 3 həftədə bitirdi. Birinci həftə 16-da 5-nin, 176-nı uşaqlar 16-ya bölüb 5-ə vurursunuz, 55 edir. İkinci həftə kitabın 4-də 1-ni, 176-nı 4-ə bölüb 1-ə vurursunuz. Deməli, bu da eləyir 4-ə böləndə 44. Üçüncü dəfə qalan hissəsini işləyərək bitirdi. Üçüncü həftə nə qədər işləyibdi? Gəlin baxaq. İstəsiniz əslində bunu kəsrə də çevirə bilərdiniz, amma problem deyil. Bunları topluram 99, 176-dan çıxıram 99-u, qalır uşaqlar 77. Bunu kəsrlə də işləyə bilərdiniz. Necə? Hər tərəfini 4-ə vurardım. 16-da 4-ünü ikinci həftə, 16-da 5-ini birinci həftə, toplamda 16-da 9-unu bitirib, üçüncü həftəyə 16-da 7-si qalıb. 176-nı 16-ya bölüb 7-yə vurardınız, cavab 77 alacaqdınız.
Birinci sinifdəki şagirdlərin hər biri teatr və ya şahmat klubunun ən azı birinə qoşulur. Ən azı birinə qoşulur necə? Yəni, hər bir şagird iştirak edir dərnəkdə, iştirak eləməyən yoxdur. Deyir, qoşularsa sinifdə neçə şagird var? Hə, birləşməni tapmağımızı istəyirdi uşaqlar. 30 ilə 19-u toplayırıq, 11-i çıxırıq. Çünki 11 nəfər həm bu 19-un içində var, həm də 30-un içində var. Ona görə toplayanda aldığımız o 49-un içində 2 dəfə 11-i nəzərə alıblar. Bir dənə 11-i çıxırıq, o 11 nəfəri 2 dəfə təkrarlanıb. Çünki həm şahmatda nəzərə alınıblar, həm teatrda. Ona görə olacaq cavabımız 38. 800 manata alınan mal 5% gəlirlə neçə manata satılır? Ya 105%-dir, onu tapın, ya da ki, beləliyinə adi qaydada. Bunun 5%-ni tapıram, 40 manat. Yəni, 800 manat maya dəyəridir, 40 manat da üstünə gəlsə, 840 manata satılar. Mənfi 10 və 20 arasında yerləşən tam ədədlərin cəmi, arasında deyəndə özü daxildir. Yəni, mənfi 14, mənfi 13, nöqtələr ta ki 0-a qədər, 0-dan da ta ki nöqtələr 13, 14, 15, 16, 17, 18, 19, 20 və mənfi 15 aid deyil. Əks ədədlər toplanan zaman islah gedir. Qalır bizim əlimizdə bax bu ədədlər. Bu ədədləri gəlin toplayaq. Sonları sıfırla qutaranları birinci toplayırıq normalda. Burada eləsi yoxdur uşaqlar. Ona görə ardıcılı da toplaya bilərsiniz. Necə istəyirsiniz toplaya bilərsiniz. Bax bu 15 ilə 19-u toplayanda eləyir 34. 16 ilə 18-i toplayanda 34 eləyir. Bir də 17 tək qalır. 68 plus 17, o da bizə verəcəkdir 85-i. Doğru cavab olacaq 85. Şəkildəki silindrin həcmini tapın. Həcmi S oturacaq vur H hündürlükdür. Oturacağımız radiusu əgər 4-dürsə, silindrin oturacağı dairə olduğu üçün sahəsi olacaqdır 4-ün kvadratı 16. Yanına da pi yazırıq. 16 pi. Pi kvadratdır çünki. Hündürlüyü də 7,5-dir. 7,5 16-ya vuraq. Eləyəcəkdir cavab 120 pi. Bu qədər bu. Bu birinci monitorinqimiz.